Salamlar əzizlərim. Hər birinizi salamlayıram. Hər birinizi yeni YouTube videomda xoş gördüm. Bugün sizinlə daxili uşaq haqqında danışmaq istəyirəm. Daxili uşaq nədir? Daxili uşaq dedikdə nəyi nəzərdə tuturuq? Daxili uşaq bizim uşaqlığımızdır və bu keçmişdə qalmayıb. Daxili uşaq bizim daxilimizdə, bizim beynimizdə, şuurumuzda, bizim bədənimizdə, bizim ürəyimizdə yaşayır. Və biz hər birimiz 11-13 yaşa qədər ailəmizdən gördüklərimizlə proqramlanırıq və bu bizim bazamızı təmin edir. Baza emosiyalarımız, baza proqramlarımızın təməli 11-13 yaşa qədər adətən qoyulur. Hətta uşaq anadan olandan sonra ilk 9 ay hiss etdiklərini sonraki yetişkin həyatında da 18 yaşdan sonra da öz həyatında həmin emosiyaları yaradacaq hadisələri özünə çəkir. Çünki o dövrdə yaşadıkları onun üçün normadır və bundan əlavə olaraq da həmin şeylər onun üçün təhlükəsizdir. Onun üçün doğmadır. Yalnız onu bilir. Başqa bildiyi bir şey yoxdur. İnsan öz bildiyi şeyi həyatında yaradar da, düzdür. Bilmədiyi şeyi, heç görmədiyi bir şeyi necə edə bilər? Yalnız bu o zaman ola bilər ki, özü üzərində inkişaf edir, şəxsi inkişafı ilə məşğuldur, şuuraltısı ilə işləyir, bədənini ilə işləyir. Çünki bizim bədənimizin də yaddaşı var və bədənimiz də müəyyən emosiyaları saxlayır. Biz fərqində olmasaq belə, amma müəyyən bir dövr gəlir, müəyyən bir hadisə baş verir ki, həmin yaddaş oyanır. Əgər sizin böyüdüyünüz ailədə daha çox aşağı emosiyalar olubsa və aşağı həyat səviyyəsində olan valideynlərlə böyümüsünüzsə, mütləq ki, sizin psixologiyanıza, sizə bu proqramlanır ki, həmin emosiyalar ki, qorxudur, ayıbdır, utancdır, günahlandırılmadır, təhlükədir və s. itirməkdir. Bunlar sizə proqramlanır. Və unutmayaq ki, bizi atamız və anamız, yəni onların vasitəsilə dünyaya gəlmişik. Amma ilk təmas etdiyimiz insan da anamızdır. Bizim həyatımızda ən çox önəmli olan təbii ki, bizim anamızdır. Lakin biz həm 50% anamızdan təşkil olmuşuq, həm də 50% atamızıq. Yəni, biz onları nə qədər qınasaq da, qəbul eləməsək də, günahlandırsaq belə, biz də onlar kimiyik, onlardan fərqli deyilik. Və bunu toxunmaq istəyirəm ki, bizim ruhumuz, yəni biz özümüz seçim edirik. Hansı ailəyə doğmaq istədiyimizi, hansı həyat səviyyəli ailəyə doğacaq, hansı məsələləri həll eləməliyik, hansı ilk uşaq mı olacaq, cinsiyyətimiz nə olacaq, bunların hər birini bizim ruhumuz təyin edir. Çünki almalı olduğumuz dərslər var. Və götürsək ki, birinci, ikinci uşaq, üçüncü uşaq olsa belə, hər uşaqda eyni ata-ana olmur. Eyni anadır, amma hər uşaq üçün fərqli anadır o. Hər uşağa eyni analıq göstərmir, eyni atalıq göstərilmir. Və burada biz heç kimi günahlandıra bilmərik ki, ay anamız belə, ay atamız belə. Nə qədər biz onları qınasaq, onları günahlandırsaq, o deyir, qınadığını yaşamadan ölməyəcəksən. Həyatımıza belə bir proseslər çəkirik ki, biz ata-anamızı anlayaq, dərsimizi alaq və əgər ala bildiksə dərsimizi həyatımıza davam edə bilək. İndi məsələ nədən ibarətdir? Amma biz hər birimiz təbii ki, fərqli ailələrdə böyümüşük, fərqli proqramlarımız var. Lakin bunları işləmək olar, yenidən proqramlaya bilərik özümüzü. Gəlirik müəyyən bir yaşa,
tutalım ki 18 yaşa gəlirik, ailəmizdən ayrılırıq və yaxud da universitet vaxtında bizə hələ ki müəyyən bir müddət verilir də, yəni zaman tanınır bizə ki, biz özümüzü inkişaf elətdirək. Və gəldik, universiteti bitirdik. Artıq biz görürük ki, fərqli həyatlar var. Biz fərqli bir şeylər istəyirik. Biz daha çox inkişaf etmək istəyirik, daha çox pul qazanmaq istəyirik. Lakin burada müəyyən bir məsələlərlə rastlaşırıq. Bəzən özümüz öz həyatımızı sabotaj edirik. Bəs buna səbəb nədir? Buna səbəb odur ki, əgər siz ilk öncə bazı ehtiyaclarınızın təmin olunduğu və yaxud da heç bazı ehtiyaclarınızın belə təmin olunmadığı bir ailədə böyümüsünüzsə, bunlara nələrə aiddir? Maslow piramidasını bilirsinizsə, orada ən aşağı qatda insanın təhlükəsizliyidir, yeməyidir, sağlığıdır, cinsel həyatıdır və bunlar onun ilk bazı ehtiyaclarını göstərir. Əgər siz elə bir ailədə böyümüsünüz ki, burada təhlükədə hiss eləmişsiniz özünüzü. Yəni təhlükəsizliyiniz təmin olunmayıbsa, əgər sizin yeməyiniz, içməyiniz, daha sonra rahat şəraitiniz, istirahətiniz, bunlar əgər bu bazı ehtiyaclar belə ödənilməyən bir ailədə böyümüsünüzsə, sonraki həyatınızda da başqa cür bir həyatı yaratmaq sizin üçün çətin olur. Birincisi, çünki özünüzü günahlandırırsınız. Çünki atam-anam elə bir həyat yaşamayıb. Mən əgər elə bir həyatı yaşasam, özümü daxildən günahlandıraram. Ata-anamdan yaxşı həyat yaşamaq mənim üçün günahkarlıq duyğusunu gətirər. Ola bilər ki, siz şuurlu şəkildə deyəsiniz ki, yox, elə bir şey yoxdur. Amma biz həyatımızın çox hissəsini şuuraltı qərarlarımız ilə yaşayırıq. Bizim həyatımızda daha çox şuuraltımız təsir göstərir. Burada onda sual yaranır ki, əgər həqiqətən də elə bir şey yoxdursa, onda sizin həyat səviyyəniz nə qədər yüksəkdir? Həyat keyfiyyətiniz nə qədər yüksəkdir? Nə qədər qazancınız var? Nə qədər sağlamlığınız var? Nə qədər gözəlliyiniz var? Nə qədər xoşbəxt, sağlam münasibətiniz var? Nə qədər rahat istirahət edə bilirsiniz? Nə qədər təbiətinizə uyğun işlər görə bilirsiniz? Nə qədər təbiətinizə uyğun işlərdə çalışa bilirsiniz? Sizi xoşbəxt edən, məcbur hiss etmədiyiniz, bəlkə istirahət edə işləyə biləcəyiniz işdə nə qədər çalışa bilirsiniz? Əgər bunların cavabı yoxdursa, bu suallara cavab yoxdursa, demək ki, sizin həyatınızı hələ də şuuraltı proqramlarınız idarə edir. Şuuraltınız idarə edir. Amma bu o demək deyil ki, həyat bitdi. Yox, bunların üzərində mənim kimi koçlarla, mənlə, kolleqalarımla işləyib öz həyat səviyyənizi artıra bilərsiniz. Və artıq həyatının məsuliyyəti sənin əlindədir. Yetişkin olduqdan sonra. Lazımdır ki, 18 yaşdan, əgər olmadısa 21-22 yaşda universiteti bitirdikdən sonra ayrı evə köçəsiniz və yaxud da ailə qurasınız, uşaqlarınız olsun. Əgər yaxşı işiniz olsun, yaxşı qazancınız olsun, sizi təmin edən, sizi xoşbəxt hiss etdirən, sizə həzz, məmnunluq duyğularını yaşadan. Əgər bunlar yoxdursa, demək ki, ilk öncə psixoloji karkasımız üzərində işləməyimiz lazımdır. Psixoloji proqramlarımız üzərində işləməyimiz lazımdır. Və eyni zamanda bədənimizlə də işləmək lazımdır. Çünki əgər biz psixoloji tutumumuzu artırırıqsa, bədənimizin tutumunu artırmırıqsa, bu heç bir bizim həyatımıza fayda göstərmir. Bunu necə izah edeyim? Məsələn, sizdə 1 litr su var, lakin 200 milli çaşqanız var. Siz 1 litr suyu sizin psixoloji karkasınız olsun, inkişaf elətdirmişsiniz. Lakin 200 milli çaşqaya tökmək istəyirsiniz. Bu mümkündürmü? Deyil təbii ki. Bədəninizin də tutumunu genişlətmək lazımdır.
Bunun üçün də ilk öncə onurğanla çalışmaq lazımdır. Çünki fikir versəz, həyatını qurmuş, inkişaflı, zəngin həyat sürən insanlar, zəngin dedikdə burada maddiyatdan söhbət getmir. Daxili dünyası zəngin, mənəviyyatı zəngin, hər tərəfli zəngin insanların baxsaq, onların onurğası düzdür. Sağlamdır, dayaqları yüksəkdir, ayaqları yerə möhkəm basır və hər birinin demək olar ki, əgər yüksək həyat səviyyəsindəki bir ailədən doğulmayıblarsa, hər birinin öz psixoloqu var, koçu var, mentoru var, enerji uzmanı var, energetikasına işləyir, psixoloji karkası ilə işləyir, bədəni ilə işləyir, disiplinlidir. Yəni öz üzərində işləyir. Heç nə öz-özünə əldə olunmur. İndi götürək daxili uşağımızı. Əgər məsələn, adətən insanlar xoşbəxt münasibət istəyir və zəngin həyat istəyir, çoxlu pul istəyir, var-dövlət istəyir, mal-mülk istəyir, qızıl istəyir. Gəlin, bunu istəyən insanların həyatına baxsaq, əgər uşaqlığınızda pul üzərində evdə çoxlu gərginlik olubsa, dava-dalaş olubsa, siz uşaqlıqda özünüzə söz verirsiniz ki, mən puldan uzaq gəzəcəyəm. Puldan uzaq gəzəcəyəm, çünki pul mənim ailəmdə atam-anam arasında gərginliyə səbəb olub, mübahisəyə səbəb olub, dava-dalaşa səbəb olub. Mən özümə söz verirəm ki, mən anamı qorumaq üçün, anamı təhlükəsizlikdə hiss elətdirmək üçün və özümü qorumaq üçün, özümü təhlükəsizlikdə hiss eləmək üçün puldan uzaq gəzəcəyəm. Çünki əgər uşaq vaxtı dava-dalaşda gərgin ailədə böyümüsünüzsə, adətən uşaqlar analarını qorumağa meyilli olurlar. Analarını xilas etmək istəyirlər. Amma burada bir şey unudurlar ki, ana böyükdür. Ana öz seçimlərinin nəticəsini yaşayır. Öz qərarlarının məsuliyyətini daşıyır. O böyükdür. O uşağı qorumalıdır. Uşaq ananı qorumamalıdır. Ya da ata uşağı qorumalıdır. Uşaq atanı qorumamalıdır. Ya da uşaq ata-ananı bir yerdə tutan bir vasitə deyil. Əgər uşaqlıqda dava-dalaşın olduğu, fiziki şiddətin olduğu, psixolojik şiddətin olduğu bir ailədə böyümüsünüzsə və pulla bağlı çoxlu problemlər, çoxlu narazıçılıqlar olubsa, gərginliklər olubsa, sizin gələcəkdə pul qazanmağınız çətinləşir. Nə zamana kimi siz bu proqramlarınızı işləyəcəksiniz və anlayacaqsınız ki, təhlükə yaradan, gərginlik yaradan pul deyildir. Pul sadəcə bir vasitədir, bir enerjidir. Təhlükəni yaradan ya da gərginliyi yaradan valideynlərimizin öz emosiyalarını idarə edə bilməməkləridir. Sadəcə səbəb valideynlərimizin öz emosiyalarını idarə edə bilməməsidir. Və anlasınız ki, sizin məsuliyyətiniz deyil ananızı qorumaq. Sizin məsuliyyətiniz deyil ki, sakit durasınız ki, evdə dava-dalaş çıxmasın. Sizin məsuliyyətiniz deyil ki, ananı qoruyasınız, evdə sakitlik, huzur yaradasınız, valideynlərinizi qoruyasınız, onları xilas edəsiniz. Onların vəzifəsidir ki, onlar böyükdür, sizi qorusunlar. Bu iki mexanizmi işlədikdən sonra artıq rahatlıqla yavaş-yavaş özünüzü proqramlaya gəlir səviyyənizi artıra bilərsiniz. Və belə bir mühitdən mümkün qədər özünüzü uzaq tutmağınız lazımdır. Çünki insan gördüyünü, insan eşitdiyini tez proqramlanır. Onun təsirinə çox tez düşür. Burada artıq sizin psixoloji karkasınız, psixoloji durumunuz və maddiyyatınız sizin məsuliyyətinizdir. Əgər siz yetişkinsinizsə. Və unutmayın ki, uşaqların pulu olmur. Uşaqların xərcliyi olur. Uşaqların
cinsi həyatı olmur. Çünki o uşaq da elə. Amma siz yetişkin, əgər siz sağlam bir şəxsi münasibət istəyirsinizsə, çoxlu mal, mülk, zəngin həyat istəyirsinizsə, özünüzlə bağlı məsuliyyətləri götürməlisiniz. Ata-ananızın məsuliyyətini götürməməlisiniz, başqasının məsuliyyətini götürməməlisiniz. İlk öncə öz məsuliyyətinizi götürməlisiniz. Bundan sonra siz ata-ananızın və yaxud da işinizin, digər insanların məsuliyyətini götürə bilərsiniz. Amma öz məsuliyyətinizi tam götürdükdən sonra. İndi qayıdaq uşaqlığımıza. Əgər böyüdüyünüz ailədə bir saat sonra, bir gün sonra, bir ay sonra nə baş verəcəyini bilməyən bir ailədə böyümüsünüzsə, bəlirsizliklərin çox olduğu bir ailədə böyümüsünüzsə, pulla münasibətiniz də və şəxsi həyatda partnyorla münasibətləriniz də eyni olacaq. Siz əgər daxili uşaqla bağlı məsələlərinizi çözməsəniz, həyatınızda uğurlu olma ehtimalınız azdır. Çünki siz uşaqlıqda yaşadığınız, burada nəzərə almırıq, atanız necə bir insandır, onun xarakteri necə idi, ananız necə bir insandır, onun xarakteri necə idi, yox, bunları nəzərə almırıq, onları günahlandırmırıq. Sadəcə bizim algıladığımız nə idi, atamızla, anamızla bağlı. Ola bilər ki, atamız çox zəngin olub, amma biz onu avtoritet kimi görməmişik, güclü bir fiqur kimi görməmişik, zəif görmüşük. Bizim atamızla algımız zəifdir, amma əslində əsl reallıq bunu yansıtmır. Atamız əslində çox güclüdür, çox zəngindir və s. Bizim ata-anamızla algıladıqlarımız, biz bunları proyeksiya veririk maddiyatımıza, ətrafımızdakı hər şeyə, evimizdəki əşyalara qədər biz hər şeyə bunları proyeksiya edirik. Münasibətlərimizə, şəxsi münasibətimizə, müdürümüzə, dostumuza, pula, işimizə, hər bir şeyə proyeksiya veririk bunları. Və bir-bir bu proyeksiyaları ayırmaq lazımdır. Və bu zaman yalnız daxili uşağınız sizə güvəndiyi zaman, yalnız daxili uşağınız özünü təhlükəsizlikdə hiss etdiyi zaman və sizi bir yetişkin kimi gördüyü zaman, ondan sonra sizdə maddiyyat kanalı da açılır, xoşbəxt münasibət kanalı da açılır. Amma lazımdır ki, ailənin təsirindən çıxasınız. O necə deyirlər, maşını yuyub, təsəvvür edin, maşını vermişsiniz moykaya, yumsuz, tərtəmiz, amma təzədən gedib onu palçığa soxa bilmərsiniz də. Yəni, eyni şeydir. Metaforik olaraq deyirəm. Yəni, əgər özünüzə yeni bir həyata proqramlamaq istəyirsinizsə, keçmiş şeyləri buraxmağınız və itirməyi gözə almağınız lazımdır. Bu demək deyil ki, ailənizdə münasibətiniz olmayacaq. Yox, qətiyyən, amma sərhədlər olması mütləqdir. Sərhədlərinizi qorumağınız lazımdır. Çünki biz harda yox deyə biləcəyimizi bilmədiyimiz zaman, harda cavab verə biləcəyimizi bilmədiyimiz zaman, o şeyi biz həyatımızda yarada bilmirik. Və mən bu videonu bir cümlələ bitirmək istəyirəm ki, əgər bir şey istəyir sizin həyatınızda yoxdursa, demək ki, siz hələ ona layiq deyilsiniz. Onu qaldıra biləcək gücdə deyilsiniz. Və videoya baxdığınız üçün hər birinizə təşəkkürümü bildirirəm. Əgər video sizin üçün maraqlı oldusa, faydalı oldusa, yorumlarda yorumlarınızı yazmağınızı xahiş edirəm. Və like etməyi, kanalıma abunə olmağı unutmayın. Hələlik!